Salam əziz izləyicilər, xoş gördük hər birinizi. İbtidai MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərimizə, eləcə də abituriyentlərimizə dəstək məqsədi ilə bəzi frazeoloji birləşmələrin amonimliyi haqqında danışacağam. Əziz izləyicilər, əziz müəllimlər, diqqət yetirmək lazımdır ki, frazeoloji birləşmələrin amonimi, sinonim və antonimi ilə bağlı bizə sual nümunələri təqdim olsa, mütləq həmin o sinonimin, antonimin, amonimində məcazi mənalı olub-olmamağına fikir verməliyik. Biz bilirik ki, frazeoloji birləşmələr məcazi mənalı birləşmələrdir. Frazeoloji birləşmələrə sabit söz birləşmələri də deyilir. Yəni, biz bir frazeoloji birləşməyə amonim, antonim, sinonim seçiriksə, hökmən onların da məcazi məna verməyinə fikir verməliyik. Ola bilər ki, bir tərəf həqiqi, bir tərəf məcazi olarsa, biz bunu amonim, antonim, sinonim hesab edə bilmərik. Birinci gəlin baş alıb getmək frazeoloji birləşməsinin amonimindən danışaq. Baş alıb getmək frazeoloji birləşmədir. Özü də ki, amonim frazeoloji birləşmədir. Nədən bildik? İki məcazi mənası var. Birinci məcazi mənası odur ki, məsələn deyirəm ki, mən baş alıb gedəcəm. Yəni, hara gəldi çıxıb gedəcəyəm. Başımı götürüb gedəcəyəm. Uzaqlaşacağam bu mənada. Bir də ki, onun xəstəliyi günü-gündən baş alıb gedirdi. Yəni, baş alıb getmək bir də arzu edilməz dərəcədə çoxalmaq mənasını ifadə edir. Biz gördük ki, baş alıb getməyin iki dənə məcazi mənası oldu. Deməli, bu nədir? Frazeoloji birləşmənin amonimliyidir. Amma əgər burada birinci məna məcazi, ikinci məna həqiqi olsaydı, biz buna amonim frazeoloji birləşmə deyə bilməzdik. O vaxtda amonim frazeoloji birləşmə deməliyik ki, hər iki tərəf məcazi mənada olmalıdır. Sonra keçirik digərinə baş girləmək. Baş girləmək də frazeoloji birləşmədir, hətta amonim frazeoloji birləşmədir. Çünki iki məcazi mənası var. Məsələn, deyirəm ki, onlar baş girəliyirlər. Yəni, birtəhər keçinirlər, çox kasıb yaşayırlar, başları güclə dolandırırlar. Deyirəm ki, başımıza güclə girəliyirik. Yəni, kasıbcılıq mənasında, kasıb yaşamaq, birtəhər dolanmaq mənasında. Bir dəfə bu mənadadır, bir dəfə də baş girləmək. Yəni, avaralanmaq, gününü sovmaq, vaxtını boşa keçirmək mənasındadır. Deməli, gördük ki, 1 və 2 bu birləşmənin iki dənə məcazi mənası oldu. Deməli, bu da nədir? Amonim frazeoloji birləşmədir. Sonra keçirik digərinə, göz dikmək. Göz dikmək odur ki, məsələn, deyirəm ki, mən onun tutaq ki, malına, mülkünə göz dikmişəm. Yəni, onu ələ keçirmək arzusundayam, sahib olmağa çalışıram. Bir dəfə bu məcazi mənası var. Bir dəfə də deyirəm ki, mən yalnız sənə göz dikmişəm. Yəni, ümid yeri olmaq, yəni yalnız sənə arxayınam. Bir də göz dikmək, yəni harasa diqqətlə baxmaq, gözünü zilləmək. Gördük ki, 3 dənə məcazi mənası var. Yəni, bir birləşmənin 3 məcazi mənası varsa, bu da nədir? Amonim frazeoloji birləşmədir. Keçirik növbəti frazeoloji amonimə başa vurmaq. Baxın, başa vurmaq nədir? Məsələn, etdiyi yaxşılığı başa vurmaq mənasında. Bir, bu mənada qaxınc etmək, bir də işi başa vurmaq, yəni yekunlaşdırmaq mənasında. İki məcazi mənasını biz gördükmü? Bəli. Deməli, nədir? Frazeoloji birləşmədir. Hətta amonim frazeoloji birləşmədir. Və sual verəcəksiniz ki, üçüncü kimi, məsələn, qələmi uşağın başına vurmaq götürə bilmərik. Xeyr, bu artıq nə olacaq? Həqiqi olacaq. Əgər bizə bu mənada verilsə, biz onu ümumiyyətlə frazeoloji birləşmə götürməməliyik. Başa vurmaq bir, qaxınc etmək, bir də işi yekunlaşdırmaq mənasında frazeoloji amonim ola bilər. Sonra üz vermək. Məsələn, üz verirəm, astar istəyir. Yəni, kimisə nazı ilə oynamaq, bir də üz vermək. Dünən bədbəxt bir hadisə üz verdi. Yəni, baş vermək mənasında iki məcazi mənası var. Deməli, üz vermək nədir? Amonim frazeoloji birləşmədir. Sonra belinə palan basmaq. Belinə palan basmaq o deməkdir ki, kimisə həddindən artıq işlədirsən, onun əməyini istismar edirsən. Bir bu mənada, bir də bir insanı yalandan tərifləyib, onu şirinlikləşdirirsən. Yəni,
onu belə deyim də, həvəsləndirirsən. Bir işi ona gördürməkdən ötürü həvəsləndirmək, yalandan onu üzünə tərifləmək, şirnikləndirmək mənasında bu da nə olacaq? Amonim frazeoloji birləşmə olacaq. Ürəyi yanmaq. Ürəyi yanmaq odur ki, bir kiməsə yazığım gəlir bu mənada, bir də ki, mənim susuzluqdan ürəyim yanır. Yəni ciyəri yanmaq, ürəyi yanmaq, suzlamaq mənasında. Sonra ağzı açılmaq. Ağzı açılmaq odur ki, deyirsən ki, filan kəsin ağzı açıldı, susmaq bilmir. Yəni deyinməyə başlamaq, narazılıq bildirmək, danlamağa başlamaq bir bu mənada, bir də maşınların ağzı açıldı. Kütləvi halda axışıb gəlməyə başlamaq mənasında. Yəni bunun da iki məcazi mənası var. Amma tutaq ki, uşağın ağzı açıldı, həqiqətən uşağın ağzı açılırsa, biz artıq ona deyə bilmərik ki, bu da frazeoloji birləşmədir. Çünki o həqiqidir. Biz nə etməliyik? Məcazi mənaları götürməliyik. Əziz müəllimlər, inşallah ki, frazeoloji birləşmələrin amonimliyinin ikinci hissəsi də gələcək. Əgər ikinci hissəni istəyirsinizsə, rəylər bölməsinə qeyd etməyi unutmayın. Sağ olun.